Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Başlayaq sualların izahına. Hansı cümlədə işlənən ismi birləşmənin tərəfləri əvəzlik üstəgəl isim şəklindədir? Variant D variantı. Birincisi, sən burada birləşmə axtarmalısan, özdə feili birləşmə yox da ismi birləşmə və həmin ismi birləşmənin tərəflərində əvəzlik və nə axtarasan isim. Baxın, həmin oxuduğum məqalədə. Burada oxuduğum məqalə birləşmədir, amma əvəzlik və isim deyil, feili sifət və isimdir. Məsələn, vacib məlumatlar, bax, vacib məlumatlar. Vacib sifətdir, məlumat isim olmaz. Yeməyi qarışdırmaq üçün, burada da əvəzlik və isim yoxdur. Taxta qaşıq, əvəzlik üstəgəl isim yoxdur. Bildiyimiz həqiqət, əvəzlik və isim yoxdur. Onların dediyi əvəzlik və feili sifət var. Onun dedikləri əvəzlik və feili sifət var. Maraqlı fikirlər, sifət və isim var. Yəni sən dediyim kimi birləşməni tapmalısan. Daha sonra birləşmənin tərəflərini analiz etməlisən. Qəşəng sual idi. Hansı cümlədə say ismin xüsusiyyətlərini özündə əks etdirmir? Yəni isimləşməyib deməkdir də. İsmin xüsusiyyətin özündə əks elətdirib. Baxın, bir çoxu var burada. Çoxu, sonuncular. Amma burada say ismin xüsusiyyətin əks etdirmir. Yəni isimləşmir. Hansı cümlədə leksik şəkilçi artıraraq feil düzəldə bildiyimiz əvəzlik söz birləşməsinin birinci tərəfi kimi çıxış etmişdir. Bu nə qəribə sualdır. Deyir ki, leksik şəkilçi artıraraq feil düzəldə bildiyimiz əvəzlik söz birləşməsinin əla birinci tərəfidir. Bu mən əvəzliyinə sən leksik şəkilçi artıra bilərsən. Məsələn, mənimsəmək. Məsələn, mənlik vəziyyət. Bəli, feil, özdə baxın, bağışlayın, feil düzəldək deyirsə ancaq bunu götürək. Bu feil düzəltməyib. Mən elə bildim, sadəcə leksik şəkilçi artıra biləsən deyir. Onu demir, deyir ki, leksik artır, feil olsun. Onda mənimsəmək yaza bilərəm. Söz birləşməsinin birinci tərəfi, bəli, mənim arzum birləşməsinin birinci tərəfidir. Ən böyüyü boş ver. O, ən böyük, üçüncü növ təyini söz birləşməsinin arasına artırılan sözlərdir. Yəni, bir ki, mənim arzum birləşməsində mənim sözü birinci tərəf sayılır. Bax, sənsizliyin burada yaratdığı boşluğu var ha. Burada feil düzəltmir sən sözü. Burada da feil düzəldə bilmir. Burada da düzəldə bilmir. Qısası ilə bu feil düzəldə bilməyindən bil ki, mən əvəzliyindən mənimsəmək feili düzəlir. Başqa hansısa bir əvəzlikdən feil düzəldə bilmirsən. Yəni, o açar söz sənə kömək etməlidir. Hansı cümlədə belə sözünü həm əsas, həm də köməkçi nitq hissəsi kimi düşünmək olar? Nə maraqlı. Cavabımız Y variantı. Bu məsələni bu cür həll edəcəyimi gözləmirdim. O zaman deyəsən ki, əvəzlik. Ümumiyyətlə, elə və beləni. Yaxşı olar ki, o cür, nə bilim, bu cürlə əvəz elə, əvəz edə bilirsənsə, bil ki, əvəzlidir. Bir də var, deyirəm ki, bu məsələni belə həll edəcəyimi gözləmirdim. Elə bil ki, başqaların həll edə bilməmişdim. Hətta bu məsələni belə həll edəcəyimi gözləmirdim. Oldu Y. Buradakı belə əvəzlidir. Çünki əvəz eləyə bilirəm. Bu cür bir fürsət, bu cür gözəl bir gün, bu cür qərarlar, bu cür problemi hamısında o cür, bu cür fərq etməz. Nə ilə əvəz edirsən elə, biləsən ki, yalnız əvəzlidir. Məsələn, A variantı, mən onu buradakı dediyim tərzdə deyə bilmərəm. Belə bir fürsətdir, deyə bilmirəm, axı nəsə bir qəribə olur. Yəni, bu məsələni belə, hətta bu məsələni də həll edəcəyimi gözləmirdim məzmununu. A-da, B-də, C-də, D-də görmədiniz. Ona görə ədat deyirlər.
Hansı cümlədə feili bağlama hərəkətin zamanını bildirmir? D variantı. Şəhərə çatan bildirir, daha doğrusu deyirəm axı nə qəribə oldu. Şəhərə çatanda mənə xəbər edərsən. Nə zaman mənə xəbər edərsən? Yaxşı olar ki, sən gələrək görüşəsən. Oxuya-oxuya zamanın necə keçdiyini anlamadım. Mənimlə gələrək bu problemi həll etməlisən. Qatar heç bir stansiyada dayanmadan gedirdi. Heç bir variantda zaman bildirmir. Cavabımız D variantı. Bax, diqqətli ol. Hərəkətin zamanını bildirən axtarmalıyam. Yəni, zamanın sualına cavab verəni tapmalıyam. Hansı cümlədə işlənən söz birləşməsinin aslı tərəfi hərəkət bildirir? Cavabımız B variantı. Baxın, söz birləşməsinin aslı tərəfi hərəkətdir. Söz birləşməsinin aslı tərəfi isimdir. Məsələn, burada da bir hərəkət yoxdur. Yəni, aslı tərəfdə. İstiləşmə burada sənin çaşdırmasın isimdir. Burada da hərəkət yoxdur. Dövrün tarixində də hərəkət yoxdur. Cavabımız olacaq B variantı. Hansı cümlədəki feilin kökü və yarandığı nitq hissəsi fərqlidir? Cavabımız A variantıdır. Göz, gözləmək, gözlətmək, gözlətdi. Feilin kökü isimdir. Yarandığı nitq hissəsi isə gözləmək feilidir. Amma burada fikir verin. Kökü də feildir. Yarandığı da feildir. Susadım. Kökü isimdir. Bax, kökü isimdir. Yarandığı deyəndə o da isimdir. Oxutdurdu. Kökü feildir. Yarandığı da feildir. Danışdırdı. Kökü feildir. Yarandığı da feildir. Cavabımız A variantı. Hansı cümlədəki söz birləşməsində qeyri-müəyyən yiyəli halda olan sözü müəyyənə çevirmək olmur? Cavab C variantı. Quba rayonu, Bakı şəhəri, bunlara Qubanın rayonu deyə bilmirsən. Səncə Qubanın özünün rayonu varmı hardasa? Xeyr. Deməli, burada bir yiyədən söhbət gedə bilməz. Amma kitabın həvəskarı, ananın laylası, təbiətin gözəlliyi, dəftərin üzü deyə bilərsən. Hansı cümlədə fərqləndirilmiş söz adlıq haldadır? Cavabımız olacaq D variantı. Kitabı oxumaq, təsirli. Həyatın mənası, yiyəli. Ovçunu təsirli, səni təsirli. Təhsil, yəni filan şey, nədirsə o. Nə? Təhsil. Elə nə sualından bildin ki, adlıq haldır. İnsanın gələcəyini formalaşdırır. Məsələn, deyirəm ki, Arif gəldi. Necə ki, Arif gəldi cümləsində Arifə adlıq deyirsən, eləcə də təhsil formalaşdırır cümləsindəki təhsil sözünə adlıqdır. Hansı cümlədə yönlü halı hərəkətin istiqamətini bildirmir? Mən öyrəşmişəm ki, yönlü istiqamət bildirsin. Məsələn, telefonuma, evimə, parka, məktəbə. Amma day nə isə 7 manat alanda istinad yoxdur. Məsələn, deyir, əlimlə göstərirəm ki, yöndür. Telefonuma yüklədim. Nə bilim, evimə, evi əlimlə göstərib yön olduğunu göstərirəm. Amma 7 manatı nəyə yönləndirirsən sən burada əlini, heç nəyə. 11 ilə davam edək. Hansı cümlədə sifətləşmiş isim işlənmişdir? Sifətləşmiş isim, yəni ismin sifətləşməsi. Burada sifətin isimləşməsi var, sifətin isimləşməsi var, sifətin isimləşməsi var və nəhayət sifətin isimləşməsi var. İsmin sifətləşməsi metal və materiallardan tapılır. Cavab Y. 12. Hansı cümlədəki mürəkkəb sifətin tərkibində köməkçi nitq hissəsi iştirak etmir? Baxın, məktəbə qədər, özünə məxsus, həmrəng, həmrəy. Hər birində köməkçi nitq hissəsi var. Burada həm, burada məxsus,
Burada qədər. Amma bu sifətin tərkibində köməkçi nitq hissəsi yoxdur. A variantı cavabımızdır. Hansı cümlədəki saydan sonra gələn isimdə orfoqrafik səhv var? Bu da nə deməkdir? Məsələn, bir sıra bir çox saylarından sonra gələn isimlər təkdədirsə, deməli həmin saydan sonra gələn ismin orfoqrafik səhvliyi var. Cavabımız C variantı. Azdan sonra tək gəlməlidir axı. Ona görə C. Çoxlu sözü özündən sonra həm tək istəyər, həm cəm istəyər. Deməli bu düzgündür. Bax, eyni şey. Çox sözü də özündən sonra həm tək istəyər, həm cəm istəyər. Bir sıra özündən sonra gələn ismi cəmdə istəyər. Xeyli özündən sonra gələn ismi təkdə istəyər. Variant C. Hansı cümlədə bir köməkçi nitq hissəsidir? Biri başqa bir sayla əvəz edirsənsə, saydı, edə bilmirsənsə, köməkçidir, yəni ədatdır. 5 saniyə, 5 dəqiqə, 5 nəfər, 5 nəfər. Amma 5 mənə bax görüm deyə bilmirsən. Deməli, buradakı bir say deyil, ədatdır. Hansı cümlədə məstər işlənməmişdir? Variantımız olacaq B. Burada var, burada da var, burada da var və nəhayət burada da var. Hansı cümlədə gələcək zaman məzmunlu fe'li sifət işlənmişdir? Gələcək zaman məzmunlu fe'li sifət şəkilçiləri ya acaq əcəkdir, ya da malı məli. Bunlar sifətin sualına cavab verirsə, deməli fe'li sifətdir. Cavabımız olacaq C variantı. Baxın, bayaq bura yazdım, dayanacaq, acaq əcək var burada. Amma bu isim düzəldir. Ağlayandır indiki sifət məzmunlu, indiki zaman məzmunlu fe'li sifətdir. Qazanmaq sözü bu formadadır. Yəni burada heç fe'li sifət şəkilçisi yoxdur. Buradakı çalışan indiki zaman məzmunludur. Cavab C variantı. Davam edək 17 ilə. Hansı cümlədə fe'li birləşmə işlənmişdir? Cavabımız olacaq Y variantı. Gəzməyə gedəndə. Getdiyim barədə, burada barədə köməkçidir, heç birləşmə yoxdur. Qaydanda birləşmə deyil. Sənin fikirlərin ismi birləşmədir. Cavab olacaq Y variantı. Gələk mətnlərə. Bugünkü cəmiyyətdə sosial şəbəkələrin rolu heç şübhəsiz ki, çox böyükdür. Hər birimizin həyatında artıq bu platformalar yer etmiş və gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilmişdir. İnsanlar sosial şəbəkələrdə yalnız bir-biri ilə əlaqə saxlamır, həm də öz fikirlərini, mövqelərini ifadə edir. İctimai məsələlərə münasibət bildirirlər. Bu isə bəzən çox müsbət, bəzən isə çox mənfi nəticələrə gəlib çıxara bilər. Bəli, sosial şəbəkələrdə müzakirələr açmaq, fikir mübadiləsi aparmaq cəmiyyətin inkişafı üçün vacibdir. Lakin bir çox hallarda bu müzakirələr təhqirə, əsassız ittihamlara və ya hətta böhtanlara səbəb olur. İnsanlar burada özlərini anonim hiss etdikləri üçün əxlaqi normaları pozmaqda heç bir çətinlik çəkmirlər. Bu vəziyyət isə nəinki sosial şəbəkələrin ümumiyyətlə cəmiyyətin sağlam inkişafına maneə yaradır. Təəssüf ki, bir çox gənclər sosial şəbəkələrə yalnız zaman öldürmək və boş vaxtlarını keçirmək vasitəsi kimi baxır. Bunun nəticəsində isə onlar öz potensiallarını tam şəkildə həyata keçirə bilmir. Həmçinin zamanlarını mənasız işlərə sərf edirlər. Sosial şəbəkələrin təsiri altında olan bu insanlar bəzən öz şəxsi həyatlarını da bu platformaların əsrinə çevirirlər. Bu mövzuda əsas məsələ sosial şəbəkələrin düzgün və müsbət şəkildə istifadə edilməsi üçün cəmiyyətin maarifləndirilməsidir. Hər bir fərd özünün və başqalarının haqqına hörmət etməli, əxlaqi dəyərləri unutmamalıdır. Sosial şəbəkələrdən düzgün istifadə etməklə biz həm öz həyatımızı, həm də cəmiyyətimizi daha yaxşı və sağlam hala gətirə bilərik. Mətndə hansı suala cavab yoxdur? İctimai məsələlərdə insanların məsuliyyətli yanaşması necə təmin edilə bilər, bilmirəm. Gənclərin sosial şəbəkələrə yanaşmasında hansı mənfi tendensiyalar müşahidə olunur? Məsələn, eləsi var, orada da yazılıb ki, anonimlik qorunur deyə, yəni bəzən özündən asılı olmayaraq mənfi düşüncədə də ola bilir. Məsələn, kimisə qınaq obyektinə çevirə bilir və s. Bu da elə həmin faktordur ki, ondan qaça bilmirik. Sosial şəbəkələr, məsələn biz də görürük, biri dərsləri pisləyir, baxırsan ki 0 abunə, heç kim yoxdur, sırf girir
pisləyir çıxır. Deyir, o əşi, onsuz da məni kimli tapacaq? Yəni bir açıq kontaktlı, açıq nömrəli, nə bilim, profilli bir şəkilli bir hesab pis bir şey yazmır. Yəni anonimliyin olması faktoruna əsasən biraz düşüncələrini mənfiyə doğru yönəldir bəziləri. Sosial şəbəkələrin düzgün istifadəsi cəmiyyətin inkişafına necə töhfə verə bilər? Bunun da cavabı var. Əlbəttə ki, sağlam şəkildə yararlana bilərlər. Sosial şəbəkələr əxlaqi dəyərlərə necə təsir göstərir? Elə beləncə eyni tiplərdir. Sosial şəbəkələr insanların gündəlik fəaliyyətlərinə necə təsir edir? Bunun da cavabı var. Amma məsuliyyətli yanaşmasını necə təmin edə bilərlər? Bunun haqqında bir fikir, bir düşüncə yoxdur. Bir gün gənc bir oğlan mənə yaxınlaşıb dedi: "Salam, sizcə uğurlu olmaq üçün nə etməliyəm? Hər şeydə geridə qalmışam." Mən gülümsəyərək cavab verdim: "Əvvəlcə tələsmə. Uğur bir gecədə gəlmir. Kiçik addımlar atmağa başla, hər gün bir şey öyrən və ya bir şey etməyə çalış. Özünü yaxşı hiss edəcəyin sahələrə fokuslan." Oğlan düşündü və dedi: "Yəni hər şey kiçik addımlardan başlayır." Bəli, hər şey kiçik addımlardan başlayır. Sən özünü tanıdıqca böyük məqsədlərə doğru daha asan gedəcəksən. Tək ehtiyacın olan inamdır. Oğlan başını tərpədib dedi: "Mən də bunu edəcəm, çox sağ olun." Mətndə əldə etdiyimiz ən doğru nəticə. Uğur kiçik addımlarla və inamla başlayır. Maşallah, bütün mətnin hər hissəsində bu cümləni yazıb. O səbəbdən də elə uzaqdan mənə deyirlər ki, variant C-dir. Gündəlik həyatımıza çox vaxt kiçik şeylər bizə xoşbəxtlik gətirir. Ən doğru deyir də, hər kəsin öz uğur yolunu tapması çox vacibdir. Böyük uğurlar bəzən gözlədiyimizdən daha çətin olur. Heç kim gələcəyə əvvəlcədən proqnozlaşdıra bilməz. Yenə deyirəm, bu hamısı doğru fikirdir. Hamısı uyğundur, təsdiqdədir, razılaşırıq. Amma ən doğrusu odur ki, sən uğur üçün kiçik addımlardan istifadə etməlisən. Bax, bir 5-10 cümlə varsa, elə 3-ündə, 4-ündə həmin cümləni göstərib. Deməli, ən uyğun variant həmin faktordur. Bu nədir görək? Ardıcıllığı düzgün qurmalıyıq. Variantımız burada nədir? 4, 2, 5, 1, 3. Gəl bunun isbatını verək. Görək niyə belədir? Bax, burada niyə başlayasan? Buradan da başlamaq istəmə. Nəyi nardıdır ki? Yəni, belə çıxart. Nəyi danışdın ki, nəhayətlə davam edirsən? Deməli, sən oradan anla ki, birincidə 4-dən başlamaq düzgündür. Həyatda ən vacib dərslərdən biri hər zaman səhvlərdən dərs çıxartmaqdır. Səhvdən danışmışkən və səhvlə davam edək. Səhvlərimizi qəbul edib, onlardan qaçmaq əvəzinə necə düzəldə biləcəyimizi düşünməliyik. Ardınca, hər çətinlik qarşısında məyus olmaq əvəzinə, burada səhvlərimizi qəbul etmək varsa, indi qəbul edəndə məyus olmayaq da, onu öyrənmə və daha güclü çıxmaq üçün bir fürsət kimi görməliyik. Başqalarının təcrübələrindən və müdrikliyindən faydalanmaq bizim həyat yolumuzda düzgün istiqamət tapmağımıza kömək edir. Nəhayət, həyatın bizə verdiyi imtahanları keçdikcə daha müdrik və daha zəngin bir insan oluruq. Cavabımız oldu B variantı. Belə əziz müdavimlər, ümid edirəm ki, düşünürəm ki, sınaqlarımız sizlərə yararlı olur. Hansı hissədə qaranlıq qalan məqam varsa, əlbəttə ki, müzakirə qruplarına yazmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə hələlik.